Allah, salam dəyərli hərbələr, hər vaxtınız xeyir olsun. Söz verdiyimiz kimi 5 dənə termodinamikadan dərs sıraləyəcəyik. O, indi 6 ola bilər, hələ ki 5 demişik. Birinci dərsdə biz molekulyar kinetik nəzəriyyənin əsaslarından başladıq və molekulyar kinetik nəzəriyyənin 3-cü müddəası olan bütün cisimləri təşkil edən zərrəciklər və molekullar daima xaotik hərəkətdədir. Bu xaotik hərəkəti təsdiq edən təbiət hadisələrindən biri də Brown hərəkəti idi. Biz Brown hərəkətinin geniş formada izahatını verdik. İndi biz molekulyar kinetik nəzəriyyənin əsas o hissəsini keçib birbaşa termodinamikanın qanunlarına başlayacağıq. Termodinamikanın bildiyiniz kimi 4 qanunu var. 0-cı qanun, 1-ci, 2-ci, 3-cü qanun olmaqla sıralayırıq bunu. 0-cı qanun biz nə deyirik orada? Deyir ki, əgər bir A sistemi B sistemi ilə, həmçinin B sistemi ilə C sistemi ilə istilik tarazlıq halındadırsa, onda birbaşa biz deyə bilərik ki, A sistemi ilə B ilə, həm də C ilə və yaxud da ki, A sistemi birbaşa C sistemi ilə istilik tarazlıq halındadır. Bunun üzərindən biraz daha tez keçəcəyik, çünki əsas məqsəd burada termodinamikanın 1-ci qanununun ideal qazlara tətbiqi olur. Termodinamikanın 1-ci qanunu bizə nə deyəcək? Termodinamikanın 1-ci qanunu bizə deyir ki, əgər sistemə müəyyən Q qədər istilik miqdarı versək, o sərf olunacaq daxil enerjisinin, sistemin daxil enerjisinin dəyişməsinə və görülən işə. Əgər bu istilik miqdarını biz çox cüzi dQ qədər, yəni sonsuz kiçik bir dQ qədər diferensial formada sistemə istilik miqdarı versək, onda bu sərf olunacaq yenə dU, yəni çox kiçik daxil enerjinin dəyişməsi və görülən çox kiçik işə, bu mikro səviyyədə görülən iş olacaq, buna sərf olunacaq və biz bu diferensial təhlil əsasından məsələyə giriş edib digər hissələrdə aydınlıq gətirəcəyik. Burada bir dənə daxil enerjiyə xüsusi olaraq bir qeyd etmək istəyirəm ki, daxil enerji deyəndə biz nə başa düşəcəyik? Daxil enerji deyəndə sistemin bütövlükdə hərəkətindən əmələ gələn kinetik enerjisi və yaxud da hər hansısa bir potensiallı sahədədirsə, o sahədən əmələ gələn potensial enerjisi cəmi kimi qəbul edilmir. Daxil enerji deyəndə adından da zaten görsənir, daxil enerji. Daxil enerji deyəndə sistemi təşkil edən zərrəciklərin, molekulların qarşılıqlı təsirinin potensial enerjisi 1. O zərrəciklərin ortalama hərəkətinin ortalama kinetik enerjisi 2 və indi əlavə olaraq rəqs hərəkət icra edirsə, fırlama hərəkət icra edirsə, hansı hərəkətlər varsa, cəmi bütövlükdə bu hərəkətdən əmələ gələn enerji və bir-birlərinə qarşılıqlı təsirin potensial enerjisini cəmi kimi başa düşə bilərik. Ancaq daxili enerji olduqca mürəkkəb bir, yəni biz bir sistemin birbaşa daxili enerjisini təyin edə bilmirik. Ancaq daxili enerjisinin dəyişməsi alırıq. İdeal qaz halına baxacaq burada, termodinamikanın 1-ci qanunun ideal qazlara tətbiqinə baxacaq. İdeal halda biz bəzi qəbullamalar edəcəyik. Bu qəbullamalar nədir? Biz burada təzyiq deyəndə nə başa düşəcəyik? Yəni dərsin növbəti hissələrindəki biz bunu bilək. Təzyiq deyəndə qaz molekullarının irəliləmə hərəkəti nəticəsində qabın dibinə və divarlarına etdiyi fasiləsiz toqquşmalar başa düşəcəyik ki, bu toqquşmalar nəticəsində qaz molekulları qazın silindrin və yaxud da hardadırsa, o qabın dibinə və divarlarına təsir göstərəcək. Biz buna buradan yola çıxıb təzyiq anlayışı deyəcəyik buna. İkincisi, sistemin halı. Sistemin halını əsasən 4 parametrlər təyin edəcək. Mən burada 5 parametr deyəcəm. Bu nədir? Sistemin halını xarakterizə edəcək makroskopik formada ideal qazın kütləsi, təzyiqi, temperaturu, həcmi və H entalpiya adı verəcək buna. Entalpiyası olacaq. Entalpiya təbii ki, PVT ilə əlaqələnmək mümkündür. Amma istənilən halda bunlar sistemin halını xarakterizə edən parametrlər. Bunu nə üçün qoyuram? Çünki birazdan və daxil enerjini burada qeyd edeyim. U ilə daxil enerjini. Bəzi ədəbiyyatlar qeyd deyə bilər, daxil enerjiyə, bəzi ədəbiyyatlar U deyə bilər, fərq eləməz. Əsas olur ki, mənası bilək ki, o daxil enerjidir. Bu kəmiyyətlər sistemin halını xarakterizə edən parametrlər. İndi biz burada daimi olaraq verilmiş kütləli sistemdən danışacağımız üçün kütlənin bəzi proseslərdə demək olar ki, kütləmiz baxmayacaq və yaxud da ki, 1 mol qaz üçün, yəni bu proseslərin hamısını 1 mol qaz üçün edəcəyimiz üçün PV bərabərdir nÜ-RT ifadəsində nÜ-nü yazmayacaq. PV bərabər birbaşa RT düsturunu yazıb bu çıxarışları eləyəcək. Bunlar sistemin halına xarakterizə edən parametrlərdir. Ancaq qazın gördüyü iş və yaxud da ki, Q aldığı istilik miqdarları kimi dəyərlər isə sistemin halını xarakterizə eləmir.
sistemin halını xarakterizə edən parametrlər yuxarıda yazılıb tərzi, temperatur, həcm, entalpiya və daxil enerji olacaqdır ki, bunları biz hissəsi olacaq. Termodinamika birinci qanun bizə nə deyir? Termodinamika birinci qanun bizə deyir ki, sistemə çox kiçik DQ qədər istilik miqdarı verilirsə, o sərf olunur DQ, üstəgəlinsin qazın gördüyü işə. DV diferensial formada yazılışıdır. Burada DQ nədir? Xarici istiliklə müəyyən sistemin aldığı istilik miqdarı, o sərf olunur DO sistemin daxil enerjisindəki çox kiçik, sonsuz kiçik dəyişim, üstəgəlinsin DH-dir, burada görülən iş olacaqdır. Qısa olaraq qazın gördüyü iş haqqında danışaq, ondan sonra daxil enerjiyə keçək. Fərz edək ki, bizim bir silindrimiz var. Silindr hərəkətsiz, sürtünməsiz porşundan təchiz olunmuşdur və müəyyən miqdarda silindr altında qaz var. Burada Newtonun üçüncü qanununa görə qarşılıqlı iki təsir qüvvəsi var. Qazın porşenə təsir etdiyi qüvvə və porşenin qaza və yaxud da ki, xarici qüvvələrin qaza göstərdiyi təsir qüvvəsi. Biz göstəririk ki, burada xarici qüvvələrin qaza göstərdiyi təsir qüvvəsi F və qazın xarici qüvvələrə göstərdiyi təsir qüvvəsi F' ifadəsindən deyə bilərik. Əgər biz qazın gördüyü işi təyin edirsə, porşenin bir halından genişlənmə zamanı iki halına gəlsə, porşenin bir haldan iki hala gəlsə, onun yerdəyişmə vektoru yuxarı istiqamətdədir. Qazın porşenə göstərdiyi təsir qüvvəsi yuxarı istiqamətdədir. Burada artıq fikir verirsinizsə, yerdəyişmə ilə qüvvə eyni istiqamətdə olduğu üçün biz bilirik ki, burada qaz müsbət iş edəcək. Qazın gördüyü işi təyin eləmək istəyirsə, mən bu hissədən yazım. H' bərabərdir H' olsun. Həmin bu çox kiçik yerdəyişmə hissəsi, indi ona DH da deyə bilərəm. Eyni istiqamətlər bərqiylə aralarındakı uzaq 0 dərəcə, kosinus 0'da 1 və ifadə bu formada qalacaq. F' olsun DH olsun. Bərabərdir. F'in də yerinə biz bilirik ki, PS ifadəsi yaza bilərik qazlar üçün. P olsun, S olsun DH. S burada silindrin oxtacağının sahəsidir. Və SDH-la yuxarı qaldırdığımız zaman çox kiçik həcm dəyişməsi olduğu üçün, bax bu DV olduğu üçün, onda H' bərabərdir. Bu tərəfdə D diferensial yazmalı. DV olsun, DV ifadəsində olacaq. Hər tərəfdə təbii ki, integral etsək, A bərabərdir. P delta B şəklində biz, integral PDB şəklində qazın gördüyü işi təyin edəcəyik. Yox, əgər sıxılma olsa, indi genişlənmə zamanı əgər həcm artırsa, onda qazın gördüyü işlər artmış olacaq, pozitiv olacaq. Yox, əgər sıxılma olacaqsa, həcm azalacaq, həcm azalanda qazın gördüyü işlər olacaq, negativ olacaq, xarici qüvvələr qaz üzərində müsbət iş görəcək, qaz özü mənfi iş görəcək. Həcm artanda qaz özü müsbət iş görəcək, xarici qüvvələr bu qaz üzərində mənfi iş görəcək. Yəni bu hissələrə xüsusi eləyək. Əsas məsələ bizdə DQ bərabərdir DV üstəgəlimizin DH-dir ki, bax bu termodinamika birinci qanundan çıxan, bunun üzərindən biz nəticələr əldə edəcəyik. Bu birinci hissə. Burada bir neçə dənə hal var. Məsələn, biz bunu belə də yaza bilərik. Delta Q bərabərdir DU üstəgəlimizin delta A. İndi mən burada A yazıram, bu qazın gördüyü işdir. Hər dəfəsində A işlemi yazmayabilir, sadəcə A olaraq saxlayalım. İndi yoldaşlar, burada delta ilə tam diferensialın fərqini nəzərə edək. Daxili enerjidə bunun tam diferensial formasını yazmışıq. Amma istilik miqdarı ilə görülən işdə isə biz bunu delta formasına, çox kiçik dəyişmə formasına qeyd etmişik. Baxın yoldaşlar, burada Reynolds daxili enerji sistemin hal funksiyası olduğu üçün yük Q istilik miqdarı A isə sistemin belə deyək də halını xarakterizə edən parametr deyil deyələr. Biz bunu tam diferensial formasına qeyd edə bilmərik. Tam diferensial kimi biz DO yazılır. Məsələn, bunu belə deyirlər, 1-dən 2-yə DU formasında yazsaq, biz bunu rahat yaza bilərik, bu 2 çıxılsın olur. Bunun bir fiziki mənası var. Çünki sistemin hansı formada getməsindən asılı olmayaraq, daxili enerji sistemin son və başlanğıc hallarını xarakterizə edir. Amma biz bunu A üçün yaza bilmərik, yəni integral DA bir mənası yoxdur. Ona görə də biz bunu delta A kimi yazmalıyıq ki, bu birbaşa bizə nəyə versin? H''də versin. Yəni bu qısa bloklar üçün bunları birləşdirib bilməliyik. Bunları açıqlayandan sonra mən hər dəfəsində təbii ki, ona delta yazmayacam, D olaraq qeyd edəcəm. Biləsiniz ki, o tam diferensial deyil. Amma tam diferensial biz halını xarakterizə edən daxili enerjisini deyə bilərik. Və buradan yola çıxaq. Hər tərəfi gəlib diferensial inteqralıya. O zaman integral 1-dən 2-yə 1 sistemin birinci halını xarakterizə etsin. 2 son halını xarakterizə etsin. DQ bərabərdir
integral 1'dən 2'ye du üstə gəlsin integral 1'dən 2'ye dA formasında qeydimizi götürək. Əgər bunun birinci hissəsi qalsın, yəni 1'dən 2'ye dQ bərabərdir. Bunu yaza bilərik. İkinci, üst sərhəd çıxılsın aşağı sərhəd, yəni U2 çıxılsın U1 formatına bayaq da qeyd elədim. Üstə gəlsin, bunu nə cür yaza bilərik? Elə bu formada qalsın, 1'dən 2'ye dA formasında bu qalsın. Burada fikir verirsinizsə, U2 çıxılsın U1 formasında. Əgər proses dövrlüdürsə, yəni qayıdıb təzədən öz əvvəlki birinci, 1'dən başlayıb təzədən fırlanıb gəlib öz əvvəlki 1 vəziyyətinə qayıdıb gəlirsə, onda sonla başlanıcsal eynidir və bu çıxılması fərqi bizə 0 verir. Və nəticədə bu proses dövrləşir, yəni qapalı proses olur. Yəni. Bu qapalı dövrdə integralları mütləq bu formada qeyd etməliyik. 1'dən 2'ye dQ, artıq bu 1'dən 2'ye yazılır. Çünki 1'dən 2 anlamı itir. Dövrlük məlumat sistemdə. Bərabərdir və dövrlü integral D, qapalı integral dA. Buradan çox gözəl bir nəticə əldə edə bilərik. Və bu termodinamikanın birinci qanununu bununla ifadə edib, sonrasında davam edə bilərik. Buradan aldığımız nəticə odur ki, fikir verirsinizsə, bir qapalı sistem varsa, qapalı işləyən bir sistem varsa, o xaricdən heç bir istilik miqdarı almazsa iş görə bilməz. Məsələn, bunun üçün də tərif olaraq nə deyil? Deyir ki, əgər fikir verirsə, bu tərəf, son tərəf 0 olsa, dQ bərabər 0 olsa, onda bu tərəfdə 0 olmalı. İntegral dA bərabər 0 olmalı. Bu hansı mənada verir? Yəni, xarici bir istilik mənbəyimiz və yaxud da ki, xaricdən bir enerji mənbəyimiz olmasa, biz işləyən, iş görən bir sistem əldə edə bilmərik. Yəni, yeganə nəticəsi, heçdən iş görməklə nəticələnən, belə bir proseslə işləyən qurğu mümkün deyil. Buna da biz deyirik nə? Birinci növ daimi mühərrik və yaxud da perpetuum mobile 1 adını veririk. Birinci növ daimi mühərrik olaraq adlandırırıq. Ki, belə bir mühərrik mövcud deyildir, ola bilməz, termodinamikanın birinci qanununa ziddir. Yəni, heç bir enerji mənbəyi olmadan işləyə bilən bir qurğu olsaydı, təbii ki, o daimi olaraq işləyəcəkdir. Daimi işləyən bir qurğu da yarada bilmirik deyənə, biz deyirik ki, termodinamikanın həm də o birinci qanununa zidd olaraq. Yəni, enerjinin, termodinamikanın birinci qanunu bir növ enerjini saxlama qanunu. Necə ki, biz enerjini saxlama qanununda nə deyirik? Mexanikada enerji saxlama qanunu deyəndə deyir ki, qapalı sistemdə yalnız konservativ qüvvələrin təsiri ilə baş verən prosesdə, qapalı sistemdə tam mexaniki enerji sabit qalır. Amma sistemdə sürtünmə olsa, konservativ yox, qeyri-konservativ qüvvələr olsa, sürtünmə sistemin enerjisinin bir hissəsini udur, bir hissəsini dırnaqçısını yeyir. Nəticədə sistemin enerjisi zamanla azalır. Amma biz mexanikada istilik miqdarı, istilik ayrılması anlayışı, istilik enerjisi anlayışını veririk deyənə, bu qismən məhdud kimi görsənir enerji saxlama qanunu. İddia necə olur, bəs enerji demişdik, enerji saxlanır, elə deyil. Sürtünmə zamanı sistem bir cisim o bir cisim üzərində sürtünən zaman onların daxili enerjisi bir miqdar dəyişir, istilik miqdarı ayrılır sistemdən. Həmin ayrılan istilik miqdarını təbii ki, üzərinə gəlsək enerjinin saxlanmasını o formada qeyd edə bilərik. Bir növ bu da enerjini saxlama qanunu. Yəni sistemə verdiyimiz enerji nəyə sərf olunur? Daxili enerjinin dəyişməsinə və görülən işə sərf olunur. Bu da elə termodinamikanın birinci qanunu enerji saxlama qanunu kimi ifadə edə bilərik. Növbəti halda entalpiyaya davam edək. Nədir entalpiya? Biz onu entalpiya deyəndə yəni nəyə nəzərdə tuturuq? Bir də bir neçə hal var burada. Molekulyar çəklik nəzəriyyədən bilirik ki, izoxar proses deyəndə həcm dəyişir. Həcm dəyişmədiyi üçün qaz iş görür. Və iş görmə sıfır olduğu üçün sistemin aldığı istilik miqdarı, yəni izoxar prosesdə sistemin aldığı istilik miqdarı indeksə V yazılır ki, yəni həcmi sabit olan vaxtda aldığı istilik miqdarı bərabər olur V qılıyor. Yəni bundan biz çox istifadə edəcəyik izoxar prosesdə. Bir də izobar prosesi varsa, bunları biz molekulyar çəklik nəzəriyyəyə əsaslanan bildiyimizi varsayırıq. İzobar prosesdə təzyiq sabit qalır. İzos bərabər bar, yəni burada ağırlıq çəkik təzyiq arasındadır. Təzyiq sabit olanda isə olur dQ izobar prosesdə deyən indeksdən P yazdım. dQ bərabərdir. Nəyə? dU üstə gəlinsin işin də yerinə PdV yaza bilərəm. PdV. Burada bir dənə hal var. Təzyiq sabit olduğu üçün bunu biz diferensial altına ala bilirik. Çünki bu sabit bir dəyərdir.
Onda bütövlükdə bunların hamısını bir diferensial formatda göstərsək, D, U üstə gəlsin və PV ifadəsi kimi göstərə bilərəm. Bax, bu mötərizənin içərisində H ilə işarə edirlər. Buna entalpiya deyirlər. Nə deyirik buna? Entalpiya deyirik. Deməli, o nə oldu? H dediyimiz U üstə gəlsin, PV dediyimiz şeyə biz entalpiya deyirik. Daxili enerji, təzyiq və həzm sistemin halını xarakterizə edən parametrlər olduğu üçün entalpiyada sistemin təbii ki, halını xarakterizə edən bir parametr olacaq. Onda biz deyək ki, əgər bu belə də qalsın, çünki bundan sonraki hissələrdə bu bizə lazım olacaqdır. Öfənin sol tərəfini silmək lazım. Deməli, yoldaşlar, indi biz baxırıq sabit həzmdə və sabit təzyiqdə istilik tutumu anlayışına. Çünki bunları bilməliyik, bunlar arasında əlaqələri bilməliyik ki, ondan sonraki hissələrdə artıq yavaş-yavaş proseslərə keçək, izotermikə, izobara, izoxar prosesə və adiabat politropik proseslər, bunların hamısını izah edə biləkdiyinə istilik tutumu anlayışını bilməliyik. Ümumilikdə istilik tutumu deyəndə biz C bərabərdir. C bərabərdir. D2 bölünsün DT formasında yaza bilərik. Yəni, istilik tutumu deyəndə bir sistemin temperaturunu 1 dərəcə artırmaq üçün lazım olan istilik miqdarına biz deyirik. Bu istilik miqdarı artıq nədir? İstilik tutumu olaraq C ilə işarə D2 bölünsün DT ifadəsi olacaq. Mənim bir də zəhmət olsa olaraq. D2 bölünsün DT formasında olur. Buna biz istilik tutumu deyirik. İndi orta məktəbdə xüsusi istilik tutumu anlayışı da var. Vahid kütləli, 1 kiloqram kütləli maddənin temperaturunu 1 dərəcə və yaxud da 1 kelvin artırmaq üçün lazım olan istilik miqdarıdır. Amma biz burada o kütləyə baxmırıq. Yəni, ona görə də maddənin növündən asılı deyil. Yəni, ixtiyari kütləli bir cismi, sistemin temperaturunu 1 kelvin və yaxud da ki, 1 dərəcə Celsius artırmaq üçün lazım olan istilik miqdarıdır. Vahidi də buna joule bölünsün kelvin yaza bilərik və yaxud da joule bölünsün dərəcə Celsius formasında yaza bilərik. Hə, indi proses izoxar olsa və yaxud da ki, izobar olsa onu necə yazılır? İndi prosesin izoxar olmasını burada göstərirəm. Proses izoxar olsa, onda S indeksdə V yazılır. Çünki proses zamanı həzm dəyişimi bərabərdir. DQ bölünsün DT ifadəsilə qeyd edəcək. Bax, burada fikir verirsinizsə, nə yazmışıq? Sabit həzmdə aldığı istilik miqdarı. Sabit həzmdə aldığı istilik miqdarı ilə daxili enerji bərabərdir. O zaman ben bunu çok rahatsızlıkla belə yazabilirim. DU bölünsün DT formasında qeyd edə bilərəm. Bu mənim sabit həzmdə istilik tutumu. Bir də var izobar prosesdə, sabit həzmdə. İzobar prosesdə SP bərabərdir. DQP bölünsün DT. Nə deməkdir bu? Yəni, izobar prosesdə təzyiq sabit olanda indeksə P yazmışam, yəni təzyiq sabit prosesdə. İzobar prosesdə aldığı istilik miqdarı bu sonsuz bir temperatur dəyişməsi nisbəti diferensial formada o yazılış doğrudur. İndi biz buna entalpiyanı göstərə bilərik. Təbii ki, biz nə dedik? B ifadəyə bu entalpiyanı diferensial dediyimiz üçün bunu belə də göstərə bilərik. Yoldaşlar, H bölünsün DT formasında da qeyd edə bilərik. Bunlar arasında əlaqə yaratmaq lazımdır. Bunlar arasında əlaqə yaratmaq mümkündür. Amma ilk öncə nəyi bilməliyik? Biz sistemin daxil enerjisini 2 üsulla dəyişirik. O üsullar hansılarından biri olaraq. Sistemin daxil enerjisini 2 üsulla dəyişirik. Birincisi, iş görməklə dəyişə bilərik. Burada həcmi dəyişməklə, yəni dəyişən həcmdir. İkincisi, sistemin temperaturunu dəyişməklə, istilik miqdarı almaqla verməklə, sistemin temperaturunu dəyişməklə biz daxil enerjini dəyişə bilirik. Deməli, daxil enerjini bu halda, yəni ideal qaz üçün götürək ki, daxil enerji 2 parametrə, 2 dəyişənə bağlı. Həcmə və temperatura bağlı olsun. Gəlin buradan göstərək. Daxil enerjimiz PU və yaxud da U, sadəcə U, asılı olsun nədən? Həcmdən və temperaturdan. Bu 2 parametrdən asılı olsun. Əgər bir funksiya x-dən və y-dən asılıdırsa və yaxud da ki,
V-dən əlifbadan hərf dəyişmişik, V və T demişik eksiklik yerine. Bundan asılıdırsa, bunun tam diferensiyalını alanda necə yazılır? Bunun tam diferensiyalını alanda DU V-yə və T-yə bağlı olmalı. Hər dəfəsində bunu yazmayacaq, amma biləsiniz ki, bu hər dəfə V-yə və T-yə bağlı olduğunu bilinir. Bərabərdir. Birincisi, daxili enerji həcmindən necə dəyişir? Digər parametri sabit qalıqda. Yəni, DU bölünsün DT, daha doğrusu temperaturla necə dəyişir? Fərq eləməz. Daxili enerji temperaturla necə dəyişir? Həcm sabit olanda. Və bu yetməz, temperaturun özü necə dəyişir? Yəni, VT. Üstəgəl. Çünki daxili enerji temperaturla necə dəyişir? Temperaturun özünün dəyişməsi var. Tam diferensiyal yazdığımız üçün bunların hamısı qeyd olmalıdır. Üstəgəl, növbəti halda, daxili enerji həcmlə necə dəyişir? Yəni, DU bölünsün DV, proses zamanı digərini sabit götürürəm, temperatur sabitdir. Və daxili enerji həcmlə necə dəyişir, bir də həcmin özü necə dəyişir? DV. İndi yoldaşlar, bu daxili enerjinin tam dəyişməsidir. Bu formada göstərə bilərik bunu. Bir neçə dənə parametrlər var, bayaqları yazdığımız parametrlər. Burada istifadə edib, məsələni sadələşdirəcəyik. İndi digər tərəfdən biz bilirik ki, DQ nəyə bərabərdir? DQ bərabərdir. DQ bərabərdir. DU üstə gəlinsin. PDV. Düzdür? Bərabərdir. DU-nu zaten bunu görürük. Gətirib burada ifadəni yerə qoyacaq. Eləcək. DU bölünsün DT. Həcmi sabit dəyərində. Bu DT. Üstəgəl. DU bölünsün DV. Temperaturun sabit qiymətində. Vur DV. Üstəgəl. Bunu yazdım. Yəni, bütövlükdə bunu yazdığım yerine. Üstəgəl PDV. PDV. Əgər biz proses zamanı təzyiqi sabit götürsək, təzyiqi sabit götürsək, yəni bunu da QP eləsəm indeks. Təzyiqi sabit götürsəm, bax, burada görürsünüz, hər iki halda DV var. P sabitdir, yəni. Mən buradan DV-ni çox rahatsızlıqla nötrəzi xaricə çıxarda bilərəm. Onda DQ sabit təzyiqdə alınan stil miqdarı bərabərdir. DU bölünsün DT. Həcmi sabit qiymətində. Vur DT. Üstəgəl. Bu ikisindən DV-ni çıxardıram nötrəzi xaricdən. Qaldı DU bölünsün DV. Temperaturun sabit qiymətində. Üstəgəl təzyiq. Bu DV. Düzdür? Buradan DV-ni çıxartıb nötrəzi xaricdən. Qaldı bu. Üstəgəl P. Düz yazdık mı? Bəli, düz yazdık. Yəni, bir dənə burada xəta eləməyək ki, inşallah ki, olmaz ki, axıra qədər hamısı xətalı getməz. Buradan yoldaşlar, bu ümumilikdə yəni, tək ideal qazlar üçün deyil, həm də real qazlar üçün biz bu ifadəni yazırıq. Amma maraqlı buradadır ki, izotermik prosesdə biz bunu ideal qazlar üçün baxsaq ki, real qazları gələcək dərslərimizdə. 4, 5-ci, 6-cı dərsimizdə real qazları danışacağıq. Hələ ki, ideallara baxırıq yenə. İzotermik prosesdə daxili enerjinin həcmlə dəyişməsi verilmiş kütləli ideal qaz üçün izotermik prosesdə daxili enerjinin həcmlə dəyişməsi sıfırdır. Yəni, bu getdi sıfıra. İfadə nə qaldı yoldaşlar? Getdi sıfıra bu ifadə qaldı. DU bölünsün DT. DU bölünsün DT. Həcmi sabit qiymətində. Vur DT. Üstəgəl bu ifadə, yəni P vurulsun DV. Yoldaşlar, indi biz xüsusi istilik tutumunu təyin edirik. Daha doğrusu istilik tutumunu təyin edirik sabit təzyiqdə. Sabit təzyiqdə istilik tutumunu təyin eləmək istəyirsə, sabit təzyiqdə istilik tutumunu təyin eləmək istəyirsə, o yazdığımız sabit təzyiqdəki istilik miqdarını P-yə bölməliyik, DT-yə bölməliyik bunu. Bu da hər tərəfi DT-yə böləndə bu getdi. Bir dənə qaldı burada, yəni DT getdi, qaldı PDV böl DT. Bərabərdir. DU bölünsün DT. Həcm sabit olanda. Hər tərəfi DT-yə böldü, yəni bu getdi, qaldı P. DV bölünsün
DT ifadəsi qalır. Siz də buradan çox gözəl şəkildə bilirsiniz ki, DU bölü DT həcmi sabit olanda nədir? Bu həcmi sabit olanda DU bölü DT idi. Bu istilik tutumudur sabit həcmdə. Bu sabit həcmdə istilik tutumudur. Yəni SV. Bura isə universal qaz sabitidir. R. Necə? Çünki yoldaşlar 1 mol qaz üçün universal qaz deməli molekulyar kinetik nəzəriyyə əsas tənliyi yazsaq, yəni Mendeleyev tənliyi yazsaq, PV bərabərdir FT 1 mol qaz üçün. Hər tərəfə diferensial edəsək izobar prosesdə bu sabit olduğu üçün PdV bərabərdir LdT olacaq. Və buradan mən L tapsam PdV bölünsün DT olacaq. Görürsünüz? Yəni bunun yerinə mən çox rahatçılıqla L yaza bilərəm. Və bu da bərabər deyən CP. Mən burada gözəl bir nəticə verərik. O nəticə nədir? CP bərabərdir CV üstü gəlsin R. Yəni sabit tərzikdə istilik tutumu bərabərdir. Sabit həcmdə istilik tutumu üstə gəlsin universal qaz sabiti. Bunu Mayer qanuna salsaq, Mayer üstü bizə deyir ki, CP çıxılsın CV bərabərdir R. Buna biz Mayer üstü deyirik. Buna biz Mayer üstü deyirik. İndi bu ikisi arasında əlaqəni təyin edirik. CP ilə CV arasında əlaqəni çıxartmış olduq, əlaqəni təyin edirik. İndi bizdə qaldı nə? Yavaş-yavaş digər proseslərə keçid eləmək insandır. Gəlin buradan silək. Hansı hissəni silək ki, bizə bu rahatçılıq versin. Bu bizə lazımdırmı? Xeyr, bu hissələri silək. Bu anda tamamına silək. Deməli, biz artıq istilik, sabit tərzikdəki istilik tutumu, sabit həcmdəki istilik tutumu və bunlar arasında əlaqə, Mayer üsulu, bunların hamısını gedişatı öyrənmiş olduq, bilmiş olduq, müzakirə elədik. Biz indi növbəti hissədə adiabatik proseslərə keçməzdən əvvəl, yəni o termodinamikanın birinci qanunun izot proseslərə tətbiqləri var. Termodinamikanın birinci qanunun ideal proseslərə, ideal qaz proseslərinin tətbiqi var. Gəlin bir o hissələrə baxaq. Oradan sonra davam edək. Birinci, termodinamikanın birinci qanununun ideal qazda baş verən proseslərə tətbiqi birinci izotermik prosesi. Yəni bu dəyişir. İzotermik proses. İzotermik prosesdə bilirsiniz ki, temperatur sabitdir. Sabit bir dəyərin dəyişməsi DT sıfırdır. Və ideal hala baxırıq deyənə, biz burada DU bərabərdir sıfır yazmalıyıq. Temperatur dəyişmədiyi üçün daxil rejim dəyişməsi də sıfırdır. Və tənliyimiz hansı formada qalır? Tənliyimiz yoldaşlar belə bir formada qalır. Tənlik nədir? D2 bərabərdir. DU üstə gəlsin. DU üstə gəlsin DA. Burada A qazın gördüyü işdir. Hər dəfəsində açılır yazmıram. Bu sıfıra geçsə, onda qalır ki, D2 bərabərdir BA ifadələrimiz qalır. Yəni, istilik miqdarı işin görülməyinə sərf olunur. Yəni, xarici istilik əməlini alınan istilik miqdarı qazın gördüyü işə sərf olunacaq. İndi biz burada əlbəttə ki, istilik miqdarını təyin etmək istəyirsə, onda işi bilməliyik ki, izotermik prosesdə iş nəzr olur. Siz bilirsiniz ki, izotermik prosesdə, molekulyar kinetikdən artıq biz bunu bilirik, izotermik prosesdə P-nin B-dən asılılığı nədir? Hiperbola rəqəsidir. Yəni, P-B-dən tərs mütəmasilı olur aslında. P mütəmasilı bir bölünsün B. Bu tərs mütəmasilı bir formada göstərir.
Dolayısıyla buna diqqətli şəkildə baxsaq, yəni ixtiyari P1 tərkibinə V1 və P2 tərkibinə V2. Yəni V1-dən V2-yə bu əyri xətti burada bir ifadə var. Biz P-ni verən asılı qrafikində, grafikin altında qalan bu sahəni təyin etsək, o bizə işi verər. Molekulyar kinetik nəzəriyyədən zaten biz bunu bilməliyik. İndi burada çox cüzi bir tərkibini dəyişmədən, yəni PI, ixtiyari bir PI dəyərini götürməklə. Bir kəsik götürsək, burada delta V həzmi götürsək, bu hissəni görürsünüz, delta V həzmi götürsək, təxmini olaraq buradan götürdüyümüz üçün fikir verirsiniz, kiçik bir hissə qalır da. Təxmini olaraq biz bunu nə götürə bilərik? Düzbucaqlı götürə bilərik. Düzbucaqlı götürə bilərik. Və o sahə, bu kiçik delta V-lərə bölüb o sahələri cəmləsən, ümumi görülən işi təyin edə bilərəmi? Mümkündür, elə bilər. Onun üçün eyni. Qazın gördüyü iş təxmini olaraq bərabərdir. Nəyə? P1 vurulsun, delta V1, üstə gələnsin, P2 vurulsun, delta V2, üstə gələnsin, nöqtə, üstə gələnsin, P-in vurulsun, delta V-in formasında yazar. Amma bu təxmini bərabərlikdir. Çünki bu əyri xəttin sahədə biz burada kiçik hissələri itirmiş oluruq. Yəni, oranı hesablamayın baxın. Onun üçün deyirik. Gəlin, birinci bunu biraz daha gözəlləşdirək, yaxşı bir formülası var. A-eşitdir bərabərdir, təxmini bərabərdir. Cəm işarəsi I bərabərdir 1-dən N-ə. Nələri cəmləyirik? PI, delta V-ləri cəmləmiş olacaq. Kiçik hissələrə bölürük ki, bunları tapaq, sahəni tapaq. Və bu təxmini bərabərliyi aradan qaldırmaq üçün delta V dəyərini sonsuz limit dəyərində sıfıra aparsaq, sonsuz qədər kiçilsəz, bu delta V-ni və ya iki nöqtəni bir-birinə sonsuz qədər yaxınlaşdırsaq, tamama üst-üstə olmamaq şərti ilə limit dəyərində, yəni sıfıra aparsaq, o zaman bu A-eşitliyi tam olaraq bərabərlik ala bilərik. Bu sahəni buranı tamamilə təyin etmiş olaraq ki, bu əyri xəttin trapesiyanın sahəsindəndirsə, o bizə işi verir. Onda bunu tam bərabər şəkildə yazmaq üçün qarşısına bir limit alalım. Limit delta V yaxınlaşır sıfıra. Cəm işarəsi I bərabərdir 1-dən N-ə. PI delta V. Yoldaşlar, bu İskəndər müəllim mənə təsdiqləyər. İntegralın zaten yazılış formasıdır. Limit və cəm forması bir yerdə bu operator integraldır. Onda o integral hardan hara qədər cəmlədir? V1-dən V2-yə qədər dəyişənim budur. V1-dən V2-yə qədər dəyişənimiz budur. Və delta V limit dəyərində sıfıra yaxınlaşdığı üçün bu delta V dV-yə çevrilir. Nəticədə olur P, D, V ifadəsi olur. Hansı ki, bu bizim artıq bundan istifadə edərək işi təyin edəcəyik. Digər tərəfdən Mendeleyev təlimi 1 mol qaz üçün, ideal qazlar üçün Mendeleyev Kapelyon təlimindən bilirik ki, daha doğrusu PV bərabərdir RT, proses zamanı temperatur sabit baxır. Onda oradan təzyiqi, fikir verirsə, funksiyamız P-dir, dəyişən V-dir. Yəni, bu P-ni V ilə ifadə eləməyəm ki, bu integral ala biləyim. Onda oradan P təyin edirəm, P bərabərdir RT bölünsün V. RT zaten sabitdir, proses izotermikdir. İzotermik olanda temperatur sabit qalır, universal qaz sabitdir. Buna bir konstant deyə bilərəm və yaxud da RT qaz dəyər. Bu formada da qalsın. Gətirib burada yerinə yazsaq, olacaq integral V1-dən V2-yə P, yəni ifadəni yazaram. RT bölünsün V, dV. İndi dəyişənlə funksiya eyni oldu. Artıq bu integral ala bilirəm. RT sabit olduğu üçün integral xaricinə çıxır və burada qalır V1-dən V2-yə dV bölü V. Sizdə 1 bölü x-in integralının onsuz da ln x olduğunu bilirsiniz. Onda bu ln v-dir, üst qiymət, aşağıcı qiymət olur RT ln dV bölü v-ləri 1 bölü x-in integralları ln x. Üst qiymət, aşağıcı qiymət var. Onda olur ln v2 çıxılsın ln v1. Logaritmalarda da natural logaritmalıdır. Logaritmalarda da siz bilirsiniz, çıxma yazanda onu bir logaritma ln yazıb onu bölmək kimi göstərə bilərik. Onda birbaşa qazın gördüyü izotermik prosesdə qazın gördüyü iş zaten aldığı istiqim miqdarıdır.
O da bərabərdir əgər LT ln 2 versiniz V2 çıx V1. Onda olur nə? V2 bölünsün V1 formasında. Bax, dostlar, bu izotermik prosesdə qazın gördüyü işdir. Niyə təyin edirik? Çünki istilik miqdarını, aldığı istilik miqdarını təyin etmək istəyirik. Elə işi təyin edib, istilik miqdarını bərabər edə bilərik və yaxud da ki, istilik miqdarı verilirsə, işi təyin etməsi bunlar birbirine bərabər olacaq. Növbəti hal izobar proses olmalıdır. Yəni, bu termodinamikanın birinci qanunun izobar prosesi tətbiqi. Ona görə lövhəni silməliyəm. İzobar prosesə tətbiq izotermikdən çox rahat. Niyə görə? Çünki izobar prosesdə təzyiq sabit qalır və biz təzyiqin həcmi asılı qrafikinə baxanda V1 dəyərindən V2 dəyərindən məsələn. Bu zaman təzyiq dəyişir. Kim verirsə, əgər bilmirik təzyiq dəyişir. Bu prosesdə işi tapmaq çox rahatdır. Grafikin altında qalan fibrin sayısı bildiyimiz kimi bizə qazın gördüyü işi verir. Onda qazın gördüyü iş A bərabər burada nə olur? Burada P dəyəridir. P delta V ifadəsini yaza bilirik. İnteqralını da yaza bilərsiniz. Sadəcə P sabit deyələ. Məsələn, ümumi şey verəndə V1-dən V2-yə P dv. P sabit olan proses var. Çıxır integral xaricinə. Qalır P dv-lərin cəmi integral dv. İntegral dx-dədir x. Üst qiymət, aşağıki qiymət. İndi əlifbadan x yox, v olmuş qiymət, bir dəyişik yoxdur. Olur v2 çıxırsın v1. Və yaxud da rahatca yaza bilərsiniz də, bura v2 çıx v1-dir, burada p-dir. Sahə n uzunluq, p olsun, v2 çıx v1 ifadəsini yaza bilərsiniz. Bu da izobar prosesində qazanılır işdir. Bir də indi yoldaşlar, əsas məsələlərdən biri adiabat prosesidir. Amma adiabat prosesi izah eləməzdən əvvəl onun nəzəriyyəsinə bir balaca baxmaq lazımdır. Adiabat prosesindən sonra biz politropik prosesə baxacağıq. Yəni, ümumi bunların hamısını cəm bir tənliklə verməyə ixtiyarımız var, bunu bacarırıq. Onu eləyə bilərik. Adiabat proses deyəndə biz orta məktəbdən də bilirik ki, xariclə istilik mübadiləsində olmayan izolyasiya daxilində, yəni xaricdən izole edilmiş, ətraf mühitdən izole edilmiş sistem başa düşürük. Yəni, heç bir istilik miqdarı almaz və ətrafa da istilik miqdarı verməz. Biz bunu bilirik. Adiabat proses. Adiabat prosesdə DQ ətraf mühitdə alınan istilik miqdarı sıfırdır. Yəni, DQ bərabərdir, DQ üstə gəlinsin, P, dv ifadəsində buna sıfır desək, onda DQ bərabər olur nəyə? Mənfi P, dv-yə. Yəni, adiabat prosesdə bu nə demək? Bunu biraz açaq. Adiabat prosesdə qaz özü iş görərsə, qarşıdakı mənfi işarəsinə görə sistemin öz daxili enerjisi hesabına iş görür, yəni daxili enerjisi azalır. Yəni, iş görülürsə, A eşittir sıfırdan böyükdürsə, onda daxili enerji azalmış olur. Çünki qaz öz daxili enerjisi hesabında bu işi görür. Ancaq qazın gördüyü iş sıfırdan kiçik olsa, qazın gördüyü iş sıfırdan kiçik nə zaman olur? Xarici qüvvələr qaz yolunda müsbət iş görür, yəni porşen aşağıda sıxılır. Bu zaman sistemə əlavə olaraq enerji verilmiş olur, o iş qədər. Onda qazın gördüyü iş sıfır bu 60 olacaq, çünki qarşıda mənfi var. Bu mənfi olsa, bu da mənfi daxili enerji artır. Deməli, adiabat prosesdə genişlənmə zamanı qaz öz daxili enerjisi hesabında bu işi görür. Ona görə də genişlənərkən daxili enerjisi azalır. Amma sıxılma prosesi baş verir, həcm azalırsa, bu zaman xarici qüvvələr qaz yolunda müsbət iş görür. Qaz özü mənfi iş görür. Qarşıda bir də mənfi var, ona daxili enerji artış olur. Yəni, bu hissələrdə xüsusi diqqət edək. Adiabat prosesinin baş verməsi real olaraq mümkün deyil. Yəni, istənilən halda nə qədər də izolyasiya eləsək sistemi xarici mühitdən, mütləq şəkildə az da olsa istilik mübadiləsi baş verməlidir. Az da olsa istilik mübadiləsi baş verməlidir. Biz bunu indi ideal hal qəbul edəcək deyənə, bu qəbul etdiyi istilik miqdarı o qədər çox kiçikdir ki, biz belə qəbul edək ki, bunu ideallaşdıraq, belə qəbul edək ki, adiabat prosesi sistem nə istilik miqdarı özündən verir, nə də sistemə əlavə xaricdən bir istilik miqdarı olur. Bu olur.
Yəni biz bunu ideal adiabatik proses, real adiabatik proses təbii ki, yaxşı bir vəziyyətdə adiabatik proses əldə etmək çox çətin məsələdir və yaxud da ki, olmur. Bayaq dediyim səbəblərdən ötürü. İndi adiabat prosesdə bunları biraz gözəlləşdirək. Adiabat proses üçün biz ifadəni nə cür yazsaq daha məntiqli və gözəl olar. Gəlin bu prosesdə PDV-ni sol tərəfə ataq. DU üstə gəlinsin PDV bərabərdir 0. Düzdür olur. Hər tərəfi temperatura T-yə bölək. DU bölünsün T. Üstə gəl. PDV bölünsün T. Hər tərəfi integral eləsək ancaq buna düz yazdığını DU bərabərdir bu ifadə. Bəli, atdıq bu tərəfə. İntegral eləsək bu bir sabitə bərabər olacaq. Bu bir sabitə bərabər olacaq. Deməli, DU aldığımız nəticə oldu nə? Bunu keçirdik sol tərəfə. DU bərabərdir PDV formasına. Biz də keçən dəfə də yazmışıq ki, CV bərabər nəyə? DU bölünsün DT formasını yazmışıq. Bu DU-nu gəlin CV DT ilə əvəz edək. Onun yerinə yazalım. CV DT. Üstə gəlinsin PDV bərabərdir 0. Yoldaşlar, burada nə edə bilərik? P dediyimiz ifadə nədir? 1 mol qaz üçün bayaqlarda yazdık ki, PV bərabər nəyə? LT ifadəsidir. Mən orada P-ni əvəz edəsəm, yəni P bərabərdir LT bölünsün V ifadəsi yazsam, gədə bir ilə qoysam, CV DT üstə gəlinsin. LT bölünsün V DV bərabərdir 0. Gəl bilirik, hər tərəfi nəyə? DT-yə də bölə bilərik, T-yə də bölə bilərik. T-yə bölüb hər tərəfi azad ola bilərəm, bu T-dən azad ola bilərəm. Və bir də bayaq ispat etdiyimiz kimi nəyi ispat edərik? Mayer düsturunda universal qaz sabitinin yerinə yaza bilərik. SV çıxılsın SV yaza bilərəm. Bunun yerinə SV çıxılsın SV T bölünsün V ifadəsi yaza bilərəm. Birbaşa bu elin yerinə. Onda olacaq SV, hər tərəf T-yə bölürəm. SV DT bölünsün T. Üstə gəlsin T getdi, elin yerinə SV çıxılsın SV, TV bölünsün və bərabərdir 0. Bu təbliği aldıq. Mən burada hər tərəfi bu SV-lərdən azad olmaq üçün SV-yə böləyim hər tərəfi ki, yalnız bir hissədən işləyək, onda da sabit deyək onsuz da. Hər tərəfi SV-yə bölsəm, olur DT bölünsün T, üstə gəlinsin. SP-ni SV-yə bölənlər elə SP bölünsün SV, çıxılsın SV-ni SV-yə bölünür 1, DV, daha doğrusu DV bölünsün, bir de DV bölünsün bərabərdir 0. İndi biz bunu hər tərəfi integral edirik. Bilirsiniz ki, bu diferensiyal aldığımız üçün sabitin diferensiyalı 0 edeyim. Onda integral olanda mən bunu sabit kimi götürməliyəm. Hər tərəfi integral eləsəm, onda integral DT bölünsün T. Üstə gəl. Bu özü sabit bir dəyərdir, o integral xaricində qalır. Gəl yoldaşlar, SP və SV-yə bir qamma deyək. Bu qamma çıxılsın 1 olsun. Qamma çıxılsın 1, vur, integral DV bölünsün və bərabərdir olsun. Son 0 olduğu üçün integral alanda olsun. Çünki sabitin bölünməsi bizə 0 deyil. Digər tərəfdən, 1 bölü x-in integralı ln x. DT bölü t-in integralı ln t. Üstə gəlinsin, qamma çıxılsın 1, qamma nə demişik? SP bölü SV-yə qamma demişik. Vur, bunun integralı ln v bərabərdir olsun. Dayaqların loqaritmanın bir qaydasını dedikdə, üstə gəlmə var edirsə, bunları t-ni v-yə vurmalıydım, amma bir şərt var. Gəlin, loqaritmanın bir qaydasından da istifadə edək. Qarşıdakı əmsalı v-in üstünə qoya bilərəm, bu mümkündür. Onda ln həcmin üzərində qamma çıxılsın 1 bərabərdir olsun. Yoldaşlar, artıq bunu dediyim kimi yaza bilərəm. Dediyim formada yazsam, onda bir elementlə yazacağım. T olsun,
V'nin üzeri qamma çıxılsın 1 bərabərdir konstanta. Yoldaşlar, N'in natural loqaritma Y əsaslı olduğu üçün bu ifadənin üzərində olmalı nə? P vurulsun V'nin üzeri qamma çıxılsın 1 bərabərdir. G üzeri konstant. G üzeri konstant. G özü 2,71 zaten sabit bir dəyərdir. Onun üzəri sabit. Bu da özü sabitdir. Bu da böyük bir sabit konstant. Və nəticəmiz oldu belə. P vurulsun V üzeri qamma çıxılsın 1 bərabərdir konstant. Yoldaşlar, ya bu tənlik bu formada qala bilər. Yəni belə qala bilər mümkündür. Ya da ki, buradan T tapılan T bərabər P-ni bölür. Gətirim orada yerini yazaram. İfadəni sadələşdirəndə bu da mümkündür. T-ni yerine yazacağım. PV böl R. PV böl R. Bu V üzeri qamma çıxılsın 1 bərabərdir konstant. İndi R universal qasaldır baxın. Bu 8,1 nə qədərsə müəyyən bir dəyər vurulur konstanta, bu da yenə sabit olur. V'nin üzəri 1 vurma olanda üstər cəmlənir. Olur P vurulsun 1 üstəcək qamma çıx 1, birlər getdi qamma qaldı. V'nin üzəri qamma bərabərdir konstant. Görüldüyü kimi bu iki tənlik, ikisinə də adiabatik tənlik və yaxud da Poisson tənliklərini deyə bilərik. Yazıram bura. Poisson tənliyi deyirik. Burada qamma SP bölünsün SV olduğunu unutmuruq. Bunun dəyərləri də olur. Hər qaz üçün fərqli adətən 1,4, 1,4 verirlər bunu. Başqa qazlar üçün, başqa moleküllər üçün fərqli cür olacaq. Bu SP bölünsün SV qaz moleküllər üçün. Və bu da ümumilikdə adiabatik prosesi təsvir edilir. Adiabatik prosesdə bu Poisson tənliyi deyirik. Bu da Poisson əmsalı olsun. Adiabatik prosesdə bir şey unutmayaq. Burada adiabatik prosesi biz xaricdən istilik mübadiləsi olmayan sistemdir, bayaqlar qeyd edirik. Bu prosesi almağın iki yolu var. Birincisi, Porsche çox böyük sürətlə hərəkət eləməlidir ki, nə olsun? Sistem xaricdən istilik mübadiləsində olmağa zaman tapa bilməz. Adiabatik prosesi tərif edəndə biz tərifi ümumiləşdirsə belə tərif etməliyik ki, xaricdən heç bir istilik mübadiləsi olmayan tarazlıqlı dönəm prosesə, təkrar edirəm, tarazlıqlı dönəm prosesə adiabat prosesi deyirik. Gəlin baxaq. Burada bu sürət məsələsində Porsche-ni böyük sürətlə hərəkət etdirməliyik ki, qaz macal tapmasın xaricdən istilik mübadiləsinə, düzdürmü? Yaxşı, burada problemlər də var. Qazı biz çox böyük sürətlə, elə böyük bir sürətlə Porsche-ni genişləndirə bilərik ki, Porsche-nin genişlənmə sürəti qazın genişlənməsindən çox olar və nəticədə qazın üzərində boşluq yaranan, bu elə qazın boşluğa genişlənməsi üçün bir şey olar və bu proses də dönəm proses deyil. Biz ona görə deyirik tarazlıqlı dönəm proses. Adiabat prosesi deyəndə bu formada deyirik. Tarazlıqlı dönəm proses. Tarazlıqlı yəni kvazi tarazlıq, yalancı tarazlıq halında olmalı. Nə deməkdir onu izah. Yəni biz Porsche-ni elə bir sürətlə hərəkət etdirməliyik ki, bu sürət təsəvvür edin bir Porsche-ni, gəlin buna silək əsas burada izahlayayım. Baxın arkadaşlar, bu bizim silindir, bu da Porsche-nimizdir. Porsche haqqında ideal qazı var və açıq qazı var, müəyyən sayıda. Kvazi tarazlıqlı hal nə deməkdir? Yəni biz Porsche-ni ilə sürətlə aşağı hərəkət etdirməliyik ki, proses həm dönəm ola bilsin, həm də tarazlıqlı halını qoruya bilsin. İndi o tarazlıqlı halını biraz açaq, həm də o hansı sürətlə gedir, ona belə baxaq. Biz Porsche-ni böyük sürətlə aşağı doğru hərəkət etdirsək və ya yuxarı. Məsələn, böyük sürətlə yuxarı doğru hərəkət etdirsək, qaz genişlənməyə macal tapmamış Porsche-ni artıq buradadır və qazın üzərində boşluqdur. Qaz birbaşa boşluğa genişlənir və bu dönməyən prosesdir, qazın boşluğa genişlənir. Ona görə biz buna adiabatik proses götürə bilmirik. Bəs hansı sürətlə götürməliyik? Elə kritik bir sürət, elə bir dəyər götürməliyik ki, bunun sürətlənməsi zamanı qaz daima kvazi tarazlıq halını qorur, yalancı tarazlıq halını qorur. İndi bu nə deməkdir? Məsələn, Porsche-ni aşağı doğru böyük sürətlə hərəkət etdiririk. Düzdür?
Porşendən ilk təmasda olan, ilk bu məlumatı, informasiyanı qəbul edən hansı molekula olur ki, porşenin aşağı böyük təzyiqlə gəlir, hərəkət edir. İlk porşendə qarşılıqlı təsirli olan sərt molekulları, hansı ki, üst molekullar. Üst molekullar ilk dəfə burada artıq təzyiq artımını və həmçinin sıxlıq artımını hiss edirlər dırnaq içində. Və sonrasında bu məlumat molekulların qarşılıqlı təsir toqquşması nəticəsində ötürülür aşağıya doğru. Yəni burada bir təzyiq dalğası ötürülür, məlumat dalğası, informasiya ötürülməsi baş verir. Düzdürmü? Bu informasiyanın ötürülməsinin porşenin aşağı gəlib, yəni porşenin silindrin aşağı silindəki qaz molekullarının bu informasiyanı qəbul etməsi üçün, yəni təzyiq artdı, sıxlıq artdı, bu dalğanın aşağı gəlməsi elə səsin havada yayılması sürətinə bərabərdir. Nəyə bərabərdir? Və səsin sürətinə bərabərdir. İndi biz porşeni səs sürətindən böyük sürətlə hərəkət etdirsək, o zaman aşağıdakıların hələ porşen aşağı hərəkət edəndə, aşağıdakıların hələ bu informasiyanı qəbul etmədiyi halda, yəni dırnaq üçün söhbət gedir bu, informasiyanı qəbul etmədiyi halda, buradakı təzyiq qoyulduğu halda, məsələn, burada hələ də P təzyiqindədir, çox böyük sürətlə gəlir. Yəni informasiya bura çatmamış, porşen buralarda bir yerdədir, böyük sürətlə hərəkət edir. Buradakı molekulların hələ də qabı bilə divarlarına əvvəlki kimi təzyiq göstərirlər. Amma buradakı təzyiq kəskin şəkildə artdı. Yəni burada bir təzyiq qradiyenti, nə bilim, belə bir turbulentlik əmələ gəlir. Qarma-qarışıqlıq əmələ gəlir və qazın hər nöqtəsində bu parametrlər, təzyiq, temperatur, nə bilim, halını xarakterizə edən parametrlər fərqli cür olur. Və biz buna tarazlıq hal deyə bilmirik. Elə sürətlə, porşeni elə sürətlə hərəkət etdirməliyik ki, bu sürət səsin həmin qazda yayılma sürətindən kiçik olsun. Onda hər daim qaz vaxt tapır, imkan tapır ki, üstdəki informasiyanı, yəni təzyiq dalğası aşağı gəlsin və yuxarı qalxsın həmçinin və burada bir quasi-tarazlıq halı meydanda olsun. Yəni, buradakı təzyiqlər qismən özünü bərabərləşdirə bilsin, kəskin bir təzyiq fərqi yaranmasın. Bu quasi-tarazlıq halı ki, yəni bunu bu formada belə izah edə bilərik adiabatik proses. Yəni, adiabatik prosesdə adiabatik proses sistemi istilik izolyasiya edirik, heç bir istilik mübadiləsində olmur və bunun da iki üsulu var bunu etməyin. Ən belə deyək də, qabarıq formada yayılmış metodlardan biri nədir? Porşeni böyük sürətlə hərəkət etdirməkdir. Və sonuncu biz bunları ən ümumiləşdirilmiş formada danışa bilərik. Ən ümumiləşdirilmiş forması isə politropik tənlikdir. Bununla da deyil, bugünkü dərsimizi işin başlayır. Bu politropik tənliklə gəlin baxalım. Bu arada hamısını bir analiz elədik əla, amma politropik tənliklə çox rahat şəkildə hamısını bir yerdən göstərə bilərik. Politropik prosesdə istilik tutumunun dəyişmədiyini varsayaq. Yəni, üstünümüz DQ bərabərdir, DU üstə gəlinsin, DA deyildir, belədir. Onda biz burada politropik tənlik, DQ-nun yerinə yaza bilərəm, SDT ifadəsini yaza bilərəm, DU-nun yerinə yaza bilərəm, sabit həzmdə CV olur, SDT ifadəsini yaza bilərəm. Üstə gəlinsin, bu ifadənin yerinə PDV yaza bilərək. Bunları artıq bilirik. Keçirdirsən bunu sol tərəfə, DT-ni çıxarırsan mütəvəzzə xaricində, S çıxırsın CV. DT-ni çıxartın mütəvəzzə xaricində, bərabərdir PDV. Düzdür? Əla. İndi bu PDV ifadəsinin yerinə də RDT yaza bilərik. Elə də yaza bilərik. Həmçinin universal qaz sabitinin yerinə də nə yaza bilərik? Universal qaz sabitinin yerinə buradan qeyd universal qaz sabiti SP çıxılsın SV olduğunda unutmuruq. Ona görə də PV bərabərdir LT ifadəsində burada yerinə universal qaz sabiti qiymətini yazıb P tapsaq, P bərabərdir olacaq nə? SP çıxılsın SV vur T bölünsün V. Gətirib burada yenə nəzərə alaq, görək hansı formanı alırıq. Bərabərdir. Bunu orada nəzərə alaraq oldu. SP çıxılsın SV T bölünsün V DV. Bu ifadəni alaq. İndi yoldaşlar, burada gəlin bir
proses aparaq ki, elə bir proses aparaq ki, SP çıxılsın CV bu ifadəni açaq, vuraq açaq. Bu ifadəni vuraq açaq, V'yi də bu tərəfə vura bilərik. S vurulsun DT, bir də bu V var, V hamısından vurulur burada. Onda V yazaq. S vurulsun V, DT, çıxılsın SV vurulsun V, DT, bərabərlik inşallah şuradan düz vurdulaşdıq, V ilə bərabər. Bir də bu hissəni vurub açmalıyıq. SP vurulsun T, DV, çıx, SV vurulsun T, DV. Görürsünüz? Şimdi oxşarları burada olmalı, bax. SV, V, DT. SV, V, DT. Bu ifadə burada var mı? V, DT ifademiz burada var. V, DT ifademiz burada var. T, DV'dir. Oxşar olanlardan birini ötürəcə xaricə çıxartmalıyıq. Onu o tərəfə taq, bu qursun bu yanında. Mümkün eləməlimiz. Bir dənə seni harada çəkdirmişik mi? Məncə yox. Sevini yazdık mı burada? Hə, orada sevini atdıq burada. Hə, davam edək. Bu ikisindən ortaq vuruq olaraq çıxarda bilərik mötərəzə xaricindən nəyi? Sevini çıxarda bilərik. Məsələn, bu ikisindən sevini çıxarda bilərik. Onda oldu SVDT, SVDT, çıxılsın SP, TDV, bərabərlik. Bunu o tərəfə atsaq, sevini çıxarsaq mötərəzə xaricinə qalacaq nə? VDT, VDT çıxılsın TDV. Bunu daha rahat yoldan yazaq. Yəni, OBS-dən yazsaq çox uzun gələcəkdir. Ondan sonra daha rahat DT-ni buradan itirməklə məsələn həll edə bilərik. Necə? PV bərabər ET ifadəsi var. Bunun hər iki tərəfini diferensial alsaq, burada ona diqqət edin ki, həm P dəyişir, həm V dəyişir. Hər iki tərəfini diferensial alanda yazıram B, PV bərabərdir RT, onun diferensialı. PV hər ikisi dəyişdiyi üçün onda birincinin diferensialı bu ikinci, üstə gəlsin birinci vurulsun ikincinin diferensialı bərabərdir R universal sabitdir DT. Buradan DT-ni taparam. DT bərabərdir DPV üstə gəlsin PDV ölçüsünün R. Universal qaz sabiti deyilən SV yazarım. Gətirib bunu burada yerdə qoyub məsələni biraz daha gözəlləşdirək. Burada yerdə qoyanda olacaq SV, bu DT, bunu yerə ifadə yazıram. DPV, üstə gəl, PDV, böl, SV çıxılsın SV, bərabərdir, RDV. Bunu açıb biraz daha sadələşdirsək, vurub açmaq lazımdır sadəcə. Vurub açıb sadələşdirəndə nə ifadə olacaq? Bir vurub açaq, S, DPV çıxılsın SV, DPV. Düzdür. Sonra bunu üstə gəl, S, PDV çıxılsın SV, PDV. Bərabərdir. Bunu da buna vururuq. Deməli, SP vurulsun PDV, çıx, SV vurulsun PDV. Burada sadələşdirmə eləyək. Nələr ixtisar edir? Bərabərlikdən bax, bununla bu ixtisar edir. Bu ikisindən DPV-ni çıxardan mötərəzə xaricinə S çıx SV, DPV. Bunu atam o bir tərəfə. Yenə PDV-ni çıxardan mötərəzə xaricinə yerdə qalır. Əslində SP çıx S qalır. Mən yeni dəyişirəm. Mənfi S çıx SP. Çünki atacam sol tərəfə yenə. Ona görə. Vurulsun PDV. Əla. İndi keçəcək sol tərəfə hər tərəfi S çıx S-yə bölək.
Onda olur S çıxılsın SV buna bölünən tərəfi. S çıxılsın SV düzdür. DPV keçirdim bu tərəfə deyənə üstəcəl buna bölmüşəm axar tərəfi. Qaldı bu P, DV bərabər 0. Yoldaşlar, hər dəfə bunu yazmayaq. Bunun yerinə N işarələyəm. N yazıram. Burada oldu N vurulsun. DPV üstəcəlsin P, DV bərabər 0. Hər tərəfi PV-yə qoysaq, N PV-yə bölürəm deyənə DP böl P, üstəcəl PV-yə bölürəm deyənə BV böl B bərabər 0. Sağ tərəf 0-a bərabər deyənə istədiyim şey yaza bilirəm. Vura bilirəm, görə bilirəm hər tərəfi. Yəni, bu rahat burada. İndi integralasa, bunların integralı, bu artıq nə olmalıdır? Konstant olmalıdır. Keçməlidir sabitə. Çünki integral edən 0 sabit olur. 1 böl P-nin integralı LN'dir. N vurulsun LN P. Üstə gəlirsin DV böl V LN V. 1 böl X-in integralına bərabərdir konstant. Bayaqki ifadədə N-i buradan silib bunun üstünə yaza bilərəm və bunları vurmaq kimi qeyd edirəm. Ln P üzəri N vurulsun V, P üzəri N vurulsun V bərabərdir konstant. Bərabərdir konstant. Buradan P üzəri N V bərabərdir Y üzəri konstant olmalıdır. Bunun özü də bir sabitdir. Konstant. Aldığımız ifadə P üzəri N V bərabərdir konstant ifadəsini almış olduq. Bax. İndi bu formada qala bilər. Amma xatırladaq, kitablarda belə də yazılır. P V üzəri N bərabərdir konstant ifadəsi. Düzdürmü? İndi burada mən yazdığım N S çıx SV böl S çıx SP-dir. Mən buna sabit demişəm. Amma, məsələn, İftalı Müəllim Qocayev kitabında bu PV üzəri N bərabərdir konstant. Belə deyilgənlərsiniz. O zaman ki, buradakı N nədir? Bunları fərqləndirək, onu enişlik deyil. Buradakı N artıq bu deyil. Hər tərəfi S çıx SV-yə böləndə alınan nəticə. Yəni, buradakı V belədir. S çıxılsın SP, bunu bölürsən buna. S çıxılsın SV. Onda V üzəri N bərabərdir konstant, yenə eyni şeyinə gelib. PV üzəri N bərabərdir konstant ifadəsini ala bilirik. N dediyimiz şey burada S çıxılsın SP, bölünsün S çıxılsın SP. Maraqlı buradan alınan bir fiziki nəticə var. Gəlin bunu da deyək və dərsi geçirmişdir. Bu fiziki nəticə nədir? Əgər proses izotermik olarsa, proses izotermik olanda, məsələn, bana sileyim. Proses izotermik olanda dedik ki, S bərabərdir D2 bölünsün DT olduğuna görə, yəni bu limit dəyərində delta T hara getdi, sıfıra getdi, biz buna DT dedik. Temperatur dəyişməsi sıfıra yaxınlaşır. Onda C özü sonsuza yaxınlaşır. C özü sonsuza yaxınlaşır. S sonsuza yaxınlaşanda bu N dəyərinə fikir verin. Görün nə gözəl bir ifadə alınır. N bərabərdir. S'nin sonsuza buna yaxın hər tərəfi S'yə böləmək. Oldu 1 çıxılsın SP bölünsün S, 1 çıxılsın SV bölünsün S. Bunlar getdi sıfıra, qaldı 1. Onda tənliyimiz, paritopik tənliyə fikir verin. P, V üzəri 1 bərabərdir konstant. Həqiqətən də PV konstant izotermik proses. Məsələn, izobar prosesdir. Izobar prosesdə S, SP-dir, düzdür. Burada nəzərə alsaq, S çıxılsın SP, burada nəzərə alsaq, S yenə SP qoysaq, SP çıx SP, üst sıfırlədiyi üçün N'imiz burada sıfır edəcək. Gətir yerinə qoy, paritopik tənlik PV üzəri N bərabərdir konstant olduğuna görə, N yenə sıfır qoyun, istənilən ədədin üzəri sıfır 1-dir, qalır P bərabərdir konstant. Həqiqətən də izobar prosesdə təzim sabitdir. Məsələn, izobar prosesdə S bərabərdir SV olur da, S yenə SV yazsan, onda olacaq N bərabərdir. SV çıxılsın SP, məxrəc SV çıxılsın SV 0.
Artıq burada nədir? Sıfıra yaxınlaşma olaraq deyilən bu sonsuz böyür. Onda politropiy tənliyi necə yaza bilərik? P B üzəri n. B üzəri n bərabərdir konstant. Bunun hər tərəfini P B üzəri n'in 1 bölü n'inci qüvvətini alaraq bərabərdir konstant. Onda olur P üzəri 1 bölü n vur V bərabərdir konstant. N sonsuza getdiyi üçün bu getsin 1 bölü sonsuzluq 0, istənilən üzəri 0, 1. P-nin üzəri 0 vur V bərabərdir konstant. Və buradan 1 elədiyi üçün V bərabərdir konstant alır. Bu da politropiy tənliyi ki, izoxar prosesdə V konstant verdi, izobarda P konstant verdi, izotermik prosesdə isə PV bərabərdir konstant, yəni həcmlə təzyiqin tərs mütəmsil olduğunu verir. Yenə də deyirəm, mən birinci ifadə yazdığım P üzəri n V konstant ifadəsi yazdığımdakı n ifadəsi bunun tərsidir. S çıx SV bölünsün, S çıx SV. Amma orijinal kitablarda verilənsə P V üzəri n bərabər konstantlı politropiy tənliyi buna təyin olunur. N dediyimiz şey, amma burada S çıx SV, S çıx SV. Yəni o tənliyi istəyirsən, bunu buna böl, istəyirsən buna böl, heç bir fərqi yoxdur. Mən buna sabit demişəm. O ifadələri eynisini buna da tətbiq edəndə bu ifadələri alacaqsınız. Kitablarda gördüyünüz formada politropiy tənliyin əsas quruluşu, yəni gördüyünüz standart klassik yazılışı ilə yazılacaq, yəni eyni şərtləri alacaqsınız. Sağ olun, salamat qalın. İnşallah gələn dərslərdə görüşmək ümidi ilə.